Biz nə yeyib içiriksə, ona yönəlik də bağırsaqlarımız hərəkət edir və yaxud da hərəkətsizləşir. Bu zaten bağırsaqlarımız əslində bizə bir mesaj verir ki, sən düzgün mü qidalanırsan, yoxsa düzgün qidalanmırsan. Bağırsaq hərəkətləri, yəni normal insanlar hər gün və yaxud da gün aşırı da ola bilər. Gündə bir dəfə yumşaq bir şəkildə nəcis ifrazına getməlidir. Tualetdə çox oturmamalıdır, sanitar qovşaqda uzun müddət vaxt keçirməməlidir, çox gücənmə hərəkət etməməlidir. Qidalanmada da qeyd etdiyim gün ərzində 2 litr su, lifli qidaların çoxlu istifadəsi, hərəkətli olmaq, yəni oturaq həyat tərzi bağırsaqları, biz oturduğumuz zaman, biz yatdığımız zaman bağırsaqlarımız da yavaşlayır və yatır. Biz hərəkət etdiyimiz zaman bağırsaqlarımız da daha çox hərəkət edir. Bağırsaqlarımız yaxşı işlədiyi zaman bizim həm sağlamlığımız yerində olur, həm kökəlmə, metabolik problemlər yaşamırıq. Serotonin dediyimiz beyində mutluluq hormonu daha çox ifraz olunur. Bundan ziyadə bağırsaq hərəkətlərinin normal olması üçün bir digər önəmli bir şey var ki, biz iş yerində olduğumuz zaman bəzən tualetə və yaxud da işimiz var evdə. Bu nəcis ifrazı impulsu gəldiyi zaman bütün işimizi kənara qoyub sanitar qovşağa getmək lazımdır. Biz bunu gecikdirib bu işimi görüm yarım saat və yaxud da işte 15 dəqiqə sonra gedəcəm dediyimiz zaman bu impuls qayıdır və bağırsaq hərəkətləri də yavaşlayır. Bu özü də qəbizliyə gətirib çıxardır. Bunlara diqqət etməliyik.